Dünya mediasında yenidən Mehriban xanım gündəmdədir. Bu səfər korrupsiya ilə yox, lağ obyektinə çevrilib. ABŞ-ın birinci vitse-prezidenti Vance Bakıda səfərdə idi. Dünən İlham Əliyevlə görüş zamanı o, İlham Əliyevi əməlli lağa qoyub. Bu, dünya mediası yazır. O, İlham Əliyevə bildirib ki, bildiyim qədərilə sizin xanımınız, sizin vitse-prezidentinizdir. Ümid edirəm ki, mənim xanımım belə xəyallara düşməz. Dünya mediası qeyd edir ki, bu İlham Əliyevi lağa qoymaq olub. Həqiqətən də Azərbaycan yeganə ölkədir ki, prezident öz həyat yoldaşını özünə birinci vitse-prezident təyin edib və o dünən bu sözlərə gülümsəyərək yanıt verib. Cənab Vence'in xəbəri yoxdur ki, İlham Əliyevi artıq gəlinini də bu vəzifəyə hazırlayır. Alyona bəlası gəlir. Mehriban bəlası az imiş kimi.